Sən sinüs 70 dərəcəni bilmirsən. Sinüs 75 dərəcəni hesablamaq üçün sinüs 45 plus 30-a müraciət edirsən. Ki, buna deyirik toplama düsturları deyirik. Biz sinüs A plus bettanın açılışından istifadə edib artıq hesablaya bilərsən. Ki, kişi nə etdi? Sinüs 75-i hesablaya bildi. Yaxşı, sən toplama düsturlarını öyrənib də sinüs 75-i görə bilirsənsə və yaxud da bir çox bəlli bucaqları görə bilirsənsə, əgər mən sənə sinüs 78 desəm, nə edəcəksən burada? Bunu nəyin cəmi kimi yazarsan, yenə gəlib cavaba çıxa bilməyəsən. Düzdür, riyazi ifadələrdə sadələşdirib gəlib cavab alacaq. İndi ifadə verəcək, sənə hansı sadələşəcək? Tutaq ki, mən bunu 45 plus 38 yazaram, belə deyək ki, daha doğrusu 33 yazaram. O 33-də filan müəyyən ixtisara filan islah onları və s. gəlib cavaba çıxar, bu şəkildə gedə bilər. Amma ümumi olaraq 78-in cavabı qalacaq. Və ona görə bizim bildiyimiz trigonometrik funksiyaların bu qiymətlər çoxluğu çox qısıtlıdır, çox məhduddur. Amma indiki dövrdə artıq zaman-zaman öz aktuallığını itirir. Məsələn, mən özüm universitet vaxtı bir elmi iş yazmışdım. Daha sonra elmi məqalə işi yox. Elmi məqalə yazmışdım, yəni yetərincə yaxşı idi və qəbul olundu. Ən sonunda onu qiymətləndirmədilər. Nə üçün? Tartali Kardan üsulla yüksək dərəcəli təmin həllindən araşdırma aparmışdım. Yəni, orada professor mənim qarşıma qoydu ki, sənin apardığın araşdırma indi itirib də mahiyyətin. Yəni, bu boyda yol araşdırma ehtiyac yoxdur. Yəni, bugünkü gün bunu bu yolla getmək mümkündürsə, mənə gedib bunu araşdırmalıyam. Baxın ki, kişi o haqlı danışır. Eləcə də bunlar zaman-zaman öz aktuallığını itirəcək bir məsələlərdir. Deyəsən, motivasiya edilməyən dəstə başlamasına var. İndi baxaq, biz bu toplama düsturlarını öyrənirik deməli nə üçün? O müəyyən bəlli bucaqların qiymətlərini görə bilmək üçün. Yenə deyirəm, sən sinus 75 dərəcənin nə olduğunu bilmirsən. 75 yazmıyor, yazaq 15 dərəcə. Axı 15 dərəcənin nə olduğunu bilmirsən. Və bilmədiyin halda bunu sinus 45 minus 30 dərəcə yazsan, artıq cavaba gedib çıxa bilərsən. Əla. Demək ki, bu bölmədə sən bir daha bir neçə bucağın trigonometrik funksiyaların, yəni nisbətləri qiymətlərini bilmiş olasan. Bax, toplama düsturları bizə bunu verir. İndi gəlin baxaq toplama düsturlarının özünə. İlk öncə hardan başlayırıq? Sinus alfa plus beta. Bax, diqqətlə baxın. Sinus alfa plus beta bizə nə verəcək? Sinus alfa kosinus beta plus kosinus alfa sinus beta. Sinus alfa plus beta. Nə verdi bizə? Sinus alfa kosinus beta plus kosinus alfa sinus beta. Məsəl üçün, yazmışsınız bura sinus 75 dərəcə. Axı, sən 75 dərəcəni bilmirsən. 75-in əvəzinə sinus 45 plus 30 yazmış olsan, onda bu ifadə sənə sinus 45 kosinus 30 plus kosinus 30 sinus 45 yazmaqla hesablasan, çünki sən 45-in və 30-un qiymətlərini bilirsən, təbii ki, hər kəs bilir. Gəlib çıxarsan ki, cavab kök altında 6 plus kök altı 2 bölünsün 4 almasan. Yəni, yerinə qoyub sadələşdirib toplasan, cavabı gəlib çıxarsan. Beləliklə, deməli, sinus 75-in qiymətini bilmiş oldu. Bax, toplama düsturları bunu verir. İndi baxaq. Bu birinci düsturumuzdur. Sinus alfa plus beta. İkinci nəyə baxacaq? Sinus alfa minus beta. Sinus alfa minus beta olacaq. Sinus alfa kosinus beta. Minususa minus. Kosinus alfa sinus beta. Bax, bu da bizim üçün oldu. Sinus alfa minus beta'nın açılışı. Üçüncü. Kosinus alfa plus beta. Nə dedilər biz burada? Buyurun, işləm. Kosinus alfa, kosinus beta. Minus Kosinus alfa sinüs beta. Kosinus minus alfa sinüs beta. Nə verəcək bizə?
Kosinüs alfa, kosinüs beta çıxılsın, sinüs alfa, sinüs beta. Başlayın. Kosinüs alfa plus beta nə verəcək bizə? Kosinüs alfa, kosinüs beta minus Sinüs alfa, sinüs beta. alfa sinüs beta. Bəs yaxşı. 4. Kosinüs alfa minus beta nə verəcək bizə? Bunların cəmi. Kosinüs alfa, Kosinüs beta. alfa, kosinüs beta. Bir dənə ara verin. Lazım olacaq mənə. Sinüs beta. Dördüncünü biraz buradan yazaq. 4. Kosinüs alfa minus beta nə verəcək bizə? Deməli verəcək. Bir dəqiqə. Olacaq. Kosinüs alfa, kosinüs beta plus sinüs alfa, sinüs beta. 5-ci. Tangens alfa plus beta. Nə verir bizə? Bilirsiniz? Tangens alfa plus tangens beta bölünsün 1 Tangens minus alfa tangens bəli alfa plus tangens beta 1 minus tangens alfa tangens beta. Bəs 6-cı. Tangens alfa minus beta nə verəcək bizə? Tangens Yuxarı alfa, mənfi aşağı tangens Tangens olacaq. alfa bəli Bəli. minus tangens beta minusa 1 plus tangens alfa tangens beta. 7 olsun kotangens alfa plus beta. Mənfi verilir qarşıya. Bu dəfə plusdursa plus, təbii ki, minussa minus olacaq da. Olacaq kotangens alfa plus kotangens beta 1 minus kotangens alfa kotangens beta minussa ona bu minus bu olacaq plus. İndi bunlar iki tərəfə lazım etişi o qədər də. Bax bu bizim üçün trigonometrik funksiyanın toplama düsturudur. Burada niyə aralara qoydum? Bax, cəmsi bu 8 dənə düsturdur. Yəni 4 trigonometrik funksiyaların hər birinin alfa plus beta və alfa minus beta'nın açılışları. Çətin deyil əslində. Və bunların içərisində bəlkə eşidərsiniz 2 qat arqument düsturları var. 2 qat arqument, yəni ümumiyyətlə bu bölmə trigonometrik funksiyada ən çox araşdırılan hissədir. Ümumiyyətlə çoxdan gedib trigonometrik funksiyası, çoxdan girmişik. Ən çox da bunu bölməyə baxaq. Deməli, çünki burada biz həm 2 qat arqumenti, yarım arqumenti, dərəcənin aşağı salınması, hamısı bunların içərisindən çıxacaq. 2 qat arqument bizim üçün nə deməkdir bilirsiniz? Sinus 2 alfa. Sinus 2 alfanın açılışını bilirsiniz? Bəli. 2 sinüs kosinüs alfa. 2 sinüs alfa kosinüs alfa. Ay sağ ol. Niyə? Niyəsini bilmirəm. Burada alfanı beta'ya bərabər eləyirik. Ondan sonra yerinə qoyuruq. Elə olur elə. Məsələ nədir? Sinus 2 alfa, yəni sinus alfa plus alfa deməkdir. 2 alfa olubdur. Sinus alfa plus beta'nın açılışına diqqətlə baxın. Nə verir bizə? Sinus alfa, kosinus beta. Amma bizim burada alfamızda, beta'mızda hər ikisi nədir? Bucağımızda hər ikisi alfadır. Plus kosinus alfa, sinus beta. Yenə elə bizim beta'mız nədir burada? Alfadır. Beləliklə burada yaranır 2 sinus alfa, kosinus beta. Yəni sinus alfa, kosinus beta'nın ikimizdir. Aydın olmadı? Bax, buradan çıxır 2 qat arqument. 2 qat arqument, yəni sinus alfa plus alfa deməkdir. Sinus alfa plus beta'nın açılışı sənə nəyi vermişdi? Sənə vermişdi sinus alfa kosinus beta plus kosinus alfa sinus beta. Elədir. Və sən gətirdin orada sinus alfa plus beta'nın əvəzinə sinus alfa plus nəyə yazdın? Alfa. Olacaqdır sinus alfa kosinus alfa plus kosinus alfa sinus alfa. Yəni 2 sinus alfa kosinus alfanın açılışını verir. Gəldik. Kosinus alfa plus beta'nın açılışı. Kosinus alfa plus beta yox, elə alfa plus alfa olsa. Kosinus 2 alfa edərmi? Alfa plus alfa 2 alfa edir də.
Kosinüs alfa plus beta açılışı nə idi bizdə? Kosinüs alfa, kosinüs beta, beta'nın yerinə nə yazacağıq biz? Alfa yazacağıq. Minus sinus alfa, sinus beta. Sinus alfa, sinus alfa. İkisi alfadır. Olar mı kosinüsün kvadratı minus sinusun kvadratı? Demək ki, kosinüs 2 alfanın açılışı, ana açılışı, birinci açılışı nəyə bərabərdir? Kosinüs kvadratı çıxar sinus kvadratı. Yəni, kosinüs 2 qat arqumentdə kosinüs 2 alfa buna bərabərdir. Gəlin keçək, bunu sizə işarələyək, gözünün qabağında dursun. Bu da 2 qat arqument. Baxaq tangens 2 alfanın açılışına. Tangens alfa plus alfa, yəni tangens 2 alfa deməkdir. Tangens 2 alfa sənə nə verəcək? Tangens alfa plus tangens alfa, yəni alfa və beta eyni şeylərdir. 1 minus tangens alfa, tangens alfa, yəni alfabetdə eyni şeylər. Bərabərdir. Beləliklə, yuxarıda tangens tangens olacaq, 2 tangens alfa, aşağıda 1 minus tangensin kvadratı. Aydın olmadı? Aydındır. Aydındır. Bu oldu bizim üçün 2 qat arqument düsturu. Və yaxud da kotangensin yeni eyni şeydir. İndi bunların içərisində ən çox üzərine dayanacağımız məqamlardan biri kosinüs 2 alfanın açılışıdır. Bir də baxırıq. 2 qat arqumentlərdə sinus 2 alfa nəyə bərabər idi? 2 vurulsun sinus alfa, kosinus alfa. Düzdür? Bəs yaxşı, kosinus 2 alfa nəyə bərabər idi? Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Bunu həm də belə yaza bilərik. 2 kosinus kvadratı alfa minus 1. Bax, çox istifadə olunur. Və yaxud yaza bilərik. 1 minus 2 sinus kvadratı alfa. Bax, 3 dənə açılışı mütləq bilməliyik. Niyə bunlara verir bu? Hardan gəlib bura çıxır? Gəlin baxaq. Bu 2 kosinus kvadratının olduğu kimi saxlayaq. Minus. 1'in yerinə yazmaq olar. Kosinus kvadratı plus sinus kvadratı. Düzdür? İndi biz mötərizəni açsaq. Qalarmı? 2 kosinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa, çıxılsın sinus kvadratı alfa. Qarşıdakı mənfi var da bunlar. Beləliklə, kosinus kvadratı çıxaq kosinus kvadratı olacaq. Kosinus kvadratı. Çıxılsın nə var burada? Sinus kvadratı. Görürsən, yenə gəldi sənə eyni şey verdi. Yəni, bununla bu eyni məsələ oldu. Və yaxud da birin yerinə kosinus kvadratı plus sinus kvadratı qoysan, 2 sinus kvadratı çıxsa, yenə qalacaq kosinus kvadratı minus sinus kvadratı. Bu da kosinus 2 alfanın açılır. Və salam. Bununla anlayış bitmiş olur. Problem var bura qədər? Xeyr. Və inşallah başlayaq. Buyurun. İndi gəlin, biz sizlə toplama düsturlarına aid suallardan köməkli işləyək. Yəni, bu bölmə həqiqətən obsidiyadan daha rahatdır və daha maraqlı suallardır. Birinci sualla başlayırıq. Birinci sual. Kosinus alfa minus beta. Baxın, kosinus alfa minus beta bizə nə verəcək? Kosinus alfa, kosinus beta minus olacaq nə? Plus sinus alfa, sinus beta. Bir də minus nə var burada? Baxanda görürsünüz. Kosinus alfa, kosinus beta. İslah olunar mı? Olunar. Nə qalacaq yerdə? Sinus alfa, sinus beta. Yəni, doğru cavab olacaq C variantı. Olar mı? Aycan. Gəl götür bax. Ama çok şey var. Gedə bilərsən. Gəlin baxaq. Üçüncü suala baxırıq. Üçüncü sualda tangens alfa bərabərdir 5.
Şoxlarımızla məşğul ola bilmirik. Tangens alfa plus 45'i deyirsə bizə, baxın, tangens alfa plus beta açılış nə verirdi bizə? Tangens alfa plus tangens 45 1 minus tangens alfa tangens 45. Yəni hansı ki, tangens alfa plus beta'nın açılışı idi. Tangens alfanın yerinə biz 5 qoyacağıq. Tangens 45'dən sonra 1 verir də bizə. 1 minus 5 olsun yenə də 1. Olacaq mənfi 4'də 6, mənfi 1,5 məsəl üçün. Bəlkə cavabda olur. Məsəl üçün, sual 7'yə baxırıq. Mən danışıram, sakit durmuşsunuz. Bir sıxıntı varmı? Üstünə qayıt keçmə ehtiyac varmı? Xeyr, müəllim. Yox, müəllim. Xeyr, müəllim. İnşallah ki, hamıya durumdur. Baxırıq sual 7'yə. Ayşə bir ara danışdı, sonra yenə yuxarı çıxdı. Yenə mikrofona bağlayıb dayanır. Yenə səs gəlmir. Ayşə, 7-ci suala baxanda... Ayşə yoxdur, Ayşə çıxdı. Bir nəfər çıxdı, mənim düzdür. Ayşə çıxdı. Ekran qeydini yaparıq da, amma belə də niyək ki. Kəsr sürətinə baxanda, sürətdəki açılış bizə nəyi verir? Baxanda görsənir. Kosinüs alfa çıx Kosinüs beta. alfa minus beta açılışıdır. Yəni 73 minus 38. Beləliklə sürət olunacaq kosinüs 35, məxrəc 2 kosinüs 35. Cavab olacaq 2 dəfə. Aydın olmadı? Oldu, müəllim. Rahat suallardır hələ ki. Gəlin baxaq sual, məsəl üçün 11'ə. 11-ci sual, kəsrin sürətinə kosinüs alfa minus beta açılışını verir. Bu sənə kosinüs alfa, kosinüs beta minusda olacaq plus sinus alfa, sinus beta verəcək. Minus, yenə də 2 sinus alfa, sinus beta var. Kəsrin məxrəcində kosinüs alfa plus beta durur. Bərabərdir. Məxrəcimizdə kosinüs alfa plus beta'nın olduğu kimi saxlayırıq. Bax, bununla bunun biri islah olunur. Qalır kosinüs alfa, kosinüs beta minus sinus alfa, sinus beta. Yenə sürətdəki ifadə bizə kosinüs alfa plus beta açılışını verir. Bu da 1. Yenə alfa plus beta məxrəcində var. Cavab olacaq təbii ki, neçə? 1. Devam edək irəliyə doğru. İrəliyə doğru geçsək, məsəl üçün sizlə baxacağıq sual 14'ə. 14-cü sualda görürsünüz artıq arqumentləri bizə fərqli verir. Amma şübhəlidir. Burada kosinüs 57, 27'dir. Burada kosinüs 33, kosinüs 63'dür. Gəlin birincidə olan kosinüs 57 vurulsun kosinüs 27'yə əl vurmuyor. Minus. Bu kosinüs 33'ün yerinə nə yazmaq olar? Sinus 57. 90 minus 57. Olacaq sinus 57. Görürsən, arqumentlər eyniləşdi. 63'ün yerinə yazmaq olar. Kosinüs 90 minus 27. Olacaq sinus 27. Sürətdə. Kosinüs 78. Vuraq kosinüs 18'ə əl vurmuyor. Kosinüs 12 yerinə yazmaq olar mı? 90-78. Olar sinus 78, sinus 18. Yəni 70'ini yazılır 90-18. Sürətdəki ifadə sənə kosinus 78 minus 18'in açılışını verir. Məxrəc kosinus 57 minus 27'nin açılışını verir. Yuxarıda olacaq kosinus neçə edir? 60. 60, aşağı 30. Kosinüs 30. Əslində düzüm gəldi görəsən. 2'də 1, bu da kök altı 3 bölünsün 2. Olar 1 bölü kök altı 3 və ya kök altı 3 bölünsün 3. Yəni D bəndi.
Ümid edirəm ki, aydındır. Problem var bura qədər? Xeyr. Xeyr Yəni, müəllim. baxaq sual 15-ə. İndi 15-i siz mənə kömək edin. Yoxsa sual mənə qaranlıq gəlir. Nə edə bilərəm burada görəsən? Buyurun. Yaxşı bir jest, fikir gözləyirəm sizdən. Eşidirəm. Mən kotangens 15 dərəcəni kotangens 45-30 yazarıq. Ay sağ ol. Bunun yerinə yazsaq ki, kotangens 45 minus 30, yenə 15-dir də. 1 minus, artıq bu qiyməti bilirik. Sinus 60 eləyir. Kök altı 3 bölünsün 2. Bərabərdir. Bu kotangens 45 minus 30 mənfi. Kotangens 45 minus kotangens 30 1 plus kotangens 45 kotangens 30'u verirsən. Bunu orta məxrəc eləsək 2-də kök altı 3 2 minus kök altına 3 qalır. Bərabərdir. Mənfi dursun qarşıda. Kəsr məxrəci 1 minus kök altında 3'ü verəcək. Sürətdəki ifadə 1 plus kök altı 3'ü verəcək. Düzdürmü? 1 var kök altı 3. Vurulsun 2'də 2 minus kök altında 3. İndi biz birinci ifadəni sadələşdirmək üçün hər tərəfin vuracaq qoşmasına. 1 plus kök altında 3'ə vuraq və bölək. Bir də vurulsun necə vardı? 2'də 2 minus kök altında 3. Yuxarı davam edək. İndi bu kəsrin məxrəcində 1 minus kök altı 3, 1 plus kök altı 3 bizə verəcək kvadratlar fərqin 1 minus 3 olacaq neçə? Mənfi 2, ondan sonra mənfi olacaq müsbət. Yuxarıdakı ifadənin açılışını yazsaq, 1 plus kök altı 3'ün kvadratıdır. Olacaq 4 plus 2 kök altında 3. Yəni bunun kvadratı qalırsa. Vurulsun 2'də 2 minus kök altında 3. Bu mənfi olacaq müsbət. 2 vuraq 2 məxrəcdə olacaq 4. Yazın burada deyə bilim. Yuxarıdakı ifadənin 2'ni vurur kimi çıxarsaq, qalacaq 2 plus kök altında 3. Bir də vurulsun nə var? 2 minus kök altında 3. Bu ifadə bizə verəcək kvadratlar fərqi. Yəni 2'nin kvadratı minus kök altı 3'ün kvadratı. Kəsrin məxrəcində olacaq 4, 2 vurulsun, yuxarıda olacaq 1. Cavab olacaq 2'də 1. Yəni 0,5. Oldu mu? Əslində çətin sual deyil qətiyyən. Bura qədər hələ ki, bilməklə qaranlıq sual olmayıb. Mən düşünürəm, çətin sual olmayıb. Daha doğrusu, gəlin 17-ci suala baxaq. Nə demək istəyirik 17-ci suala görəsən? 17-ci sualda sinus 290 plus alfa yazıb bizə. Bu 290'ın yerinə yaza bilərikmi ki, 270 plus 20 plus alfa. Yenə də onsuz da 290 plus alfanı verir də bizə. Minus. Kosinus 340'ın yerinə yaza bilərik. Kosinus 360 minus 20 minus alfa. Baxın, yenə çıxsaq burada, deməli, 360 minus 20 olacaq, 340 plus alfa. Dahası minus deyilmi? Ona da plus qoyaq biz. Bu kəsrin sürəti. Kəsrin məxrəcindəki ifadəni isə yazaq sinus 90 plus 20 plus alfa. Bərabərdir. Məxrəcdə 90 plusda ad dəyişir. Şu ikinci rübə müsbətdir. Kosinus 20 plus alfa. Yuxarıda. 270 ad dəyişir. Olur kosinus. Ölçür 4-cü rübə mənfidir. 20 plus alfa minus 360'da ad dəyişmir. Düşür 4-cü rübə müsbətdir. Kosinus 20 plus alfa. Beləliklə sürətdə qalır. Mənfi 2 vurulsun kosinus 20 plus alfa. Məxrəcdə kosinus 20 plus alfa. Cavab olacaq mənfi 2. Davam edirik.
O sual 19-da nə edə bilər? Bir dənə istiqamət edə bilərsinizmi? Serilmə düsturu ilə yaza bilərik. İkinci tərəf mən kosinus 77-ni sinus 13, 55-də sinus Yəni 35 fərqi yazarım. yoxdur. İstən ikinci tərəf, istən birinci tərəf. Çevirməliyik hansısa biri. Ya birincidə kosinus 13-ün yerinə 90 minus 77, sinus 77, o birisində yazaq sinus 55. Amma yaxşı olacaqsan ikincini çevirək. Çünki belə baxanda eyni şeydir. Amma kosinus plus sinus yaransında. Bəli, çevirib sonra hesablayırıq. Olsun. Lap gözəl. Bu birinci çevirmə düsturları. Sonra gəldi. 2 qat arqument və yarım arqument. Bu daha rahat anlayışdır. Bu işlem daha rahatdır. Məsələn, ikinci sualdan başlayaq. İkinci sualda kosinus 2 alfa minus sinus 2 alfa vurulsun kotangens alfanı deyir sadələşdirək. Baxırsınızmı? Gəlin kosinus 2 alfanın hələ ki yazmayaq. Çünki kosinus 2 alfanın 3 dənə açılışı var. Burada mən hansı azını hələ onu bilmirəm. İkinci tərəf sadələşdirək. Sinus 2 alfa aydındır ki sinus 2 vurulsun sinus alfa kosinus alfa verir bizə. Bax sinus 2 alfa nəyə bərabərdir? 2 vurulsun sinus alfa kosinus alfa. Bura. Bəs kotangens nədir bizim üçün? Kosinus alfa bölünsün sinus alfa. Beləliklə burada sinuslar ixtisar etdi. Qaldı kosinus 2 alfa minus 2 vurulsun kosinus kvadratı alfa. Elədir mi? O da bərabərlik. Kosinus 2 alfa açılışı vardı. 2 kosinus kvadratı alfa minus 1. Bir də qarşısında nə var? Çıxaq 2 kosinus kvadratı alfa. İslah olunlar mı? Olunlar. Cavab qalacaq mənfidir. Ümid edirəm ki, aydın. Bəli, mən. 4-ə baxacağıq. 4-cü sualın sürətinin Babayev açılışını yazaq. 2 ifadənin cəminin kvadratı. Olacaq birincinin kvadratı. Plus ikincinin kvadratı. Plus birinci ilə ikincinin hasilinin 2 misli. Sinus alfa, kosinus alfa. Məxrəcə baxsaq, 1 plus sinus 2 alfa verirsən. Beləliklə, kəsin sürətində, məxrəcində 1 plus sinus 2 alfa heç əl vurmuruq. Yuxarıda kosinus kvadratı plus sinus kvadratı sənə verir 1. Plus 2 sinus kosinus sənə verir sinus 2 alfa. Bəli, Olacaqdır. Aydındır mı? bəli, mən. Devam etsək. Məsələn, gəlin bu 15-ci suala baxaq. Yəqin 15-i görürsünüz. Biraz geri sayaq. 15-ci sual maraqlı sualdır. Deyir kosinus alfa bölə 2 0,8-dir. Və görərsən sinus alfa deyir nəyə bərabər. Qardaş, sinus alfanın yerinə sinus 2 vurulsun alfa bölünsün 2 yaza bilərik. Loğmu yazmaq olmaz mı? Olar müəllim, olar. Yəni ki, yəni alfa qalır da, qısa keçəklər. Bu da sənə 2 vurulsun sinus alfa bölə 2 kosinus alfa bölə 2-ni verir də. 2 qat arqumentin açılışı. Problem var bura qədər? Xeyr. Üçbucaq qaydasına görə kosinusun qiyməti bitişiyinin hipotenuzuna nisbətidir. Onda bura 8-dir, bura 10-dur. Onda bura 6-dır. Eləmi? 2 vurulsun. Bax, kosinus alfa bölünsün 2-nin qiyməti 10-da 8-dir. Bəs sinus alfa bölünsün 2-nin qiyməti nə olacaq onda? 10-da 6. Çünki alfa bölə 2-də bu arqumentdə kosinusun qiyməti 8 bölə 10-sa, sinusun qiyməti bucağın qarşısı 6 bölünsün 10-da. Olar mı? Və bizə buradakı rübü boş yerə verilməmiş. Deyək, bucaq hansı rübə düşür? Birinci rübə. Birinci rübə sinusla müsbətdir, kosinusla müsbətdir. Beləliklə, cavab olacaq %96 mı edir deyəsən?
Olacaq 0,96. Tutaq ki, sualı 13-ə baxırsınız. Kosinus kvadratı pi bölünsün 8 minus sinus kvadratı pi bölünsün 8. Bu nəyin asılışına bənzəyir? Kosinus 2 alfa. Kosinus 2 alfa. Sənin alfanın qiyməti burada neçədir? Pi bölü 8. Oradan da pi bölü 4 alınır. 45 derece yani. 4 qalır. Qalır kosinus pi bölünsün 4. Yəni kosinus 45. Olmaz mı? Olar. İndi siz belə bir şey edin. 6, 8, 11 yazın. Cəf, mən yoxlayıram. 6, 8, 11. Bir dənə fasil ekran yazmazsan. Onu ekran qeydinə aparacaq və davam edəcək. Əla, bu gözəl halda, sevindirici halda hamını yazması. 12 demişdik sən, mi? Yoxsa 11 demişdik, 11. Kosinus kvadrat 75 minus sinus kvadrat 75. Sənə nəyə verəcək? Kosinus 2 alfa. 2 alfa. 2 var 75. Kosinus 150. Qardaş, bunu yaza bilərsənmi? Kosinus məsələn 180 minus 30. Elə olar kosinus 30 düşür ikinci cəbə mənfidir. Mənfi kök artı 3 bölünsün 2. Belə almışdıq cavabı. Bəli. Deyəsən 8 demişdik, elə mi? 8 demişdik. İndi bax 8-də baxın. Sinus kvadratı minus kosinus kvadratı var. Orada qarşıya bir mənfi verilir. Olur kosinus kvadratı 22 dərəcə 30 dəqiqə minus sinus kvadratı 22 dərəcə 30 dəqiqə. Qarşıya mənfi verir. Niyə? Çünki kosinus 2 alfa kosinus kvadratı minus sinus kvadratı verir sənə. Olacaq mənfi kosinus 2 alfa. Yəni alfamızda 22 dərəcə 30 dəqiqədə ikincisi olacaq 45 dərəcə. Yenə olacaq kök altı 2 bölünsün 2 özə nə ilə? Qarşıda mənfisi var. Deyirsən bir də 6 demişdik, eləmi? Bəli. Cavab nə aldı cavabda? Nə etdiniz? Sadə sual. Yuxarı yenə qarşıya bir mənfi veririk. Bizə kosinus 2 alfanı verir, kosinus 20-ni. Aşağı 4 vuraq kosinus 20, gelir cavab qalar mənfi 4-dən. Doğaldınız elə? Bəli. Aha, laf yaxşı. Nə gözəl. Düşünürəm siz bu bölməni işləyəsiniz. Burada asan sual baxır hələ ki. Məsəl üçün, davam edirik. Tutaq ki, baxırıq sual 18-ə. Nə edərsiniz? Bir dənə şifayəyə görək. Mən yuxarını açarıq, onun üstü tərkim atarıq, qalar kosinus alfa plus sinus alfa. Sağ olun. Məsələn, yuxarıda kosinus 2 alfa yazarıq, kosinus kvadratı çıxaq, sinus kvadratı. Bu da sənə nəyi verər? Kosinus minus alfa, kosinus plus alfa. Elədinmi? O minus alfalar ixtisar gedər və əla. Nə gözəl. Sonra, məsəl üçün, sual 20-də nə edərsiniz? Sinusu kosinusun yanına getirib kvadrata qaldırarıq. Sinus keçirəm sol tərəfə. Kosinus alfa minus sinus alfa bərabərdir 1 bölü kök altı 3. Hamısını kvadrata qaldırdıq mı, gedir çıxırıq cavabı. Çünki kvadratlar cəmbi verir sənə, hasildə verir bu ifadəni. İşləyəsiniz, bunların hamısını işləyəsiniz. Məncə sizə sıxıntı olmayacaq. Amma 2 bölmə götürəcək ayəvə. Sadəcə ikinci bölmənin sualları çoxdur. Məncə burada bir birincini bütöv götürək. İkinci bölümə nə qədər götürək evə? Bəlkə elə 62 dənəsi götürək evə. Mənim üçün problem yoxdur. Müəllim, bu neçənci ilin testidir? 2023-ə baxırıq. 25-23. İkisini götürək mi evə? 2 bölmə. Olar müəllim. Birincini bütöv, ikinci bölümünə götürək 62 dənə. Müəllim, bu indi sizdə test 2023-dür bu baxdığımız. Nədir ki?
Mənim 2019 olmalı. Mənim 2019-a baxmışsınız. Elə doğrudan deyirsiniz. Bəli, elə açanda gördüm, ona görə də telefondan baxıram mən. Ha, doğrudan 19. Ha, olsun. Onsuz fərq var təbii ki, olsun. Var, çox mənim. Olsun, 2023 sualsa daha çoxdur, olsunlar qarşı. Onda bizi dəqiqə həqiqət dönsün dayandırır mən.